Qəzzada insanlıq dramı davam edir. Və nə yazıqlar olsun ki, dünyanın heç bir nüfuzlu təşkilatı, heç bir kralı, heç bir başçısı bu qətliamı, bu soyqırımı, bu barbarlığı, bu vəhşiliyi dayandıra bilmir. Təsəvvür edin ki, analar uşaqlarının üzünə ağlayaraq baxır. Sinələrində süd yox, evlərində bişirib verməyə bir şey yox. İnsanları o həddə gətirib çıxarıblar ki, insanlar artıq yardım konvoylarına hücum edir, ambarlara hücum edir. Yəni aclıq həqiqətən də böyük bir fəlakət. Ey dünyanı idarə edənlər, dünyanın ən böyük qülləsini, dünyanın ən böyük saatını tikənlər, dünyanın ən bahalı futbolçularını gətirib ölkələrində oynadanlar, dünyanın ən bahalı müğənnilərini gətirib ölkələrində şou göstərənlər, heç mi Allahdan sizin qorxunuz yoxdur? Ey bu zülmü eləyənlər, xatırlayın ki, ötən əsrin 30-cu, 40-cı illərində nasist Almaniyası sizi diri-diri sobalarda yandırırdı. Axı siz bunların hamısını görmüsünüz. Ey Qəzzə xalqına zülm eləyənlər, axı sizin əcdadlarınızı, Firon, oğlan uşaqlarınızı diri-diri torpağa gömürdü. Nəslinizi kəsirdi. Bunları nə tez unutdunuz? Niyə bu qədər unutqan oldunuz? Nədir bu Qəzzə xalqından ala bilmədiyiniz? Bəli, deyəcəksiniz ki, onlardan da hansısa bir qrup hücum elədi, girov götürdü, öldürdü, asdı, kəsdi və s. ilaxır. Amma qisasın da bir əndazəsi var. Və bu qisas o zaman ədalətli olur ki, qana qan, cana can, dişə diş olur. Amma sən bir nəfərin əvəzinə 10.000 öldürürsənsə, bu artıq qisas deyil. Sən 19.000 günahsız körpəni öldürmüsən. Ey İsrail, 19.000, 100 yox, 1000 yox, 19.000. Sən elə bir zülm törətmisən ki, indiyənə qədər bu zülmü nə nasist Almaniyası, nə Firon etməyib. Sən bugün də o zülmü etməyə də davam edirsən. Sən elə bir mənəviyyatsızlıq edirsən ki, bugünə qədər onu heç kim eləməyib. Bunun adını nə qoyaq? Sərhəd zonasında kabab çəkirsiniz, tüstüsünü də günlərlə, aylarla ac qalan insanlara, uşaqlara verirsiniz. Bunun adı mənəviyyatsızlıq deyil, bəs nədir? Bunun adı vicdansızlıq deyil, bəs nədir? Və yenə də əgər kimsə burada bu postun altında yazsa ki, Fələstinlilər belə elədi, elə elədi, elə elədi, deməli o insanın dünyada heç nədən xəbəri yoxdur. Əvvəla Fələstin və Qəzza ayrı-ayrı məsələlərdir. Və Qəzza ilə Fələstinin bu dəqiqə heç bir bağlılığı yoxdur. Və bugün dünyada ən cəsur, ən mərd, ən əzimkar xalq Qəzza xalqıdır. Çünki diqqət yetirin, bu qədər zülmün qarşılığında onlar öz torpaqlarından bir addımla geri çəkilmədi. Və o ki qaldı müharibə qanunlarına, müharibənin də öz yazılmayan qanunları var. Biz də müharibə etdik, torpaqlarımızı təmizlədik yad elli işğalçılardan 44 gün ərzində, amma bir uşağın burnunu qanatmadıq, bir kimsəyə zülm etmədik. Müharibəni də eləyəndə kişi kimi eləmək lazımdır. Qarşıdan Qurban bayramı gəlir. Necə biz bu bayramı qeyd edəcəyik? Bugün müsəlman ümmətinin verdiyi qurban Qəzzə xalqıdır. O uşaqlardır qurban, 19.000. Bugün müsəlman xalqının etdikləri, ümmətin etdikləri Həzrəti Yusifin quyuya salınmasına bərabərdir. Necə ki, Həzrəti Yusifi qardaşları quyunun dibinə atdılar. Kimsəsiz, yardımsız, çörəksiz, susuz, işıqsız, qaranlıq bir quyuya. Bax, bugün də ümmət Qəzzə xalqını elə bir quyuya atıb, Yusif kimi. Ayıblar və yazıqlar olsun bizə.